Salam dostlar, sizi xəbərdarlıq etməyə özümə borc bilirəm. Çünki son vaxtlar yaman yayılıb bu dələduzluq. İndi yeni formaları var. Bunlar da inkişaf edirlər, dələduzlar. Zəng elib bir 15-20 dəqiqə bundan əvvəl birisi ki, mən filan bankın təhlükəsizlik əməkdaşıyam. Bəs sizin nömrəniz dəyişilib olub filan nömrəyə, filan kəsin adına. Və siz o adamı tanıyırsınız, siz deyirsiniz ki, yox tanımıram. Onda dərhal kartınızın nömrəsini verin, biz onu bəs qabağını alaq nəysə. Mən də başladım buna məzələnmək, harada oturursan, hansı filialdır, neçənci mərtəbə, yanında oturan kimdir, müdürün kimdir. Mən bilirəm axı dələduzdur, belə şey olur. Zəng edir ki, kartın nömrəsini mənə ver. Yəni bax, xəbəriniz olsun. Heç bir halda heç kimə kartın nömrəsinin ay 3 rəqəm, 4 rəqəm, 5 rəqəm, ay biz təhlükəsizlik, heç bir-iki dənə sual verəndən sonra dərhal dəstəyi atdı getdi. Yəni mən o bankda təhlükəsizlik əməkdaşlarını da tanıyıram, filial rəhbərlərini də tanıyıram. Yəni mənə keçmədi, amma yəqin ki, hardasa keçir də ki, belə eləyirlər. Ona görə agah olun, ehtiyatlı olun, gününüz uğurlu olsun.